Salam, realdasınız. Hacı Murad Yegizarov 2-ci fəxri xiyabada dəfn olunur. Dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, digər dövlət qurumlarının rəsmiləri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edirlər. Qeyd edim ki, xalq artisti Hacı Murad Yegizarovun nəşi Azərbaycana səhər saatlarında gətirildi. Cənazəni gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna səhər saatlarında eniş etdi. Qeyd edim ki, Hacı Murad Hacı Əhmədoğlu Yegizarov 1939-cu il iyulun 18-də Bakı şəhərində anadan olub. Orta məktəb illərindən səhnə sənətinə maraq göstərib. Dram dərnəyində çıxış edib. 1958-1962-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1962-ci ildən sənət taleyini Azərbaycan Dövlət Rus Dram Teatrına bağlayan aktyor burada Sən niyə yaşayırsan, Həyat necə də qısadır, Pik saat, Öz yolunla, Valentin və Valentina İvanov, Qumluqdakı ev, Aydın, Şeyx Sənan, Qurdlar və Quzular, Artist və onun kölgəsi, Arzu tramvayı və digər tamaşalarda yadda qalan obrazlar qalereyası yaradıb. 1950-ci illərin sonundan filmlərə də dəvət alan aktyor Böyük Dayaq, Ulduz, Arşın Malalan, Bir Cənub şəhərində Ən vacib müsahibə və bir neçə filmlərdə maraqlı rollar oynayıb. Aktyorun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1974-cü ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adlarına, 1986-cı ildə dövlət mükafatına, 2009-cu ildə şöhrət, 2019-cu ildə isə şərəf ordenlərinə layiq görülüb. Qeyd edim ki, hazırda xalq artisti ilə 2-ci fəxri xiyabanda vida mərasimi keçirilir, torpağa tapşırılır. Qeyd edim ki, xalq artisti sentyabrın 13-də uzun sürən xəstəlikdən sonra Almaniyada vəfat edib. Xalq artisti ilə vida mərasimindən sonra o 2-ci fəxri xiyabana gətirilərək torpağa tapşırılır. Xatırladım ki, xalq artisti sentyabrın 13-ü uzun sürən xəstəlikdən sonra Almaniyada 86 yaşında vəfat edib. Hələlik bizdən bu qədər. Gözünüz realda olsun. Bakı şəhər